Salam. Bu veriliş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qlobal Media və Siyasət Araşdırmaları Mərkəzinin rəqəmsal məkanda milli kimlik, təxribatlara qarşı mübarizə layihəsi çərçivəsində hazırlanıb. Qonağımız politoloq Elxan Şahinoğludur. Elxan müəllim, xoş gəlmisiniz. Müzakirə mövzumuz ideoloji mübarizədə fərdi rol hər kəs nə edə bilər olacaqdır. Ümumiyyətcə Elxan müəllim, ideologiya nədir və hazırki dövrümüzdə ideologiyaların funksiyaları, dövlət və ictimaiyyətə təsiri nədən ibarətdir? Turan bəy, mən də sizi salamlayıram və dəvətə görə təşəkkür edirəm. Yəni ideologiya dövlətin əsas sütunlarından biridir. Yəni klassik mənada tutaq ki, biz uzun illər ki, bu dövlətləri analiz edirik. Yəni ideoloji xətt həmin dövlətin həm daxili, həm də xarici siyasətini müəyyənləşdirir ki, hansı yola üstünlük verəcəklər. Sosial dövlət var, kapitalist sistemini gücləndirən istiqamət var. Amma ideologiya əsasdır ki, bu ideologiya həmin dövləti hansı istiqamətə yönəldir və inkişaf yolunu necə görür. Məsələn, Amerika Birləşmiş Ştatlarının tarixi var, Fransanın tarixi var ki, inqilablar olub. O inqilablar ola bilsin Fransanın sonrakı xarici və daxili siyasətini müəyyənləşdirir. Məsəl üçün Fransada əslində krallıq idi də, 100 illər bundan öncə, amma krallıq devrildi, sonra respublika oldu və respublika yolu ideoloji xəttinə çevrildi. Amerikanın özü məsəl üçün Böyük Britaniyanın müstəmləkəsi idi. Müstəmləkədən qurtulmaq uğrunda savaşlar apardı. Amma bu gün çox maraqlı ki, həmin Amerika Böyük Britaniyanın strateji müttəfiqi. Amma tutaq ki, Böyük Britaniya fərqli ideoloji xəttə üstünlük verdi. Konstitusiyalı monarxiyaya üstünlük verdi. Monarx var, yəni kral var, amma hakimiyyət seçilən baş nazirin və parlamentin üzərindədir. Avropada da belə dövlətlər var ki, ideoloji xətt, yəni krallıq kimi gedir, konstitusiyalı monarxiyada da İspaniya, Norveç və digər ölkələr sadəcə Danimarkanın özü, Belçikanın özü. Amma onlar da artıq seçkili institutları var və seçkili institutlar o ideoloji xətti müəyyənləşdirirlər. Bizim bölgəmizə gəldikdə Cənubi Qafqazda Azərbaycan indi Cənubi Qafqazın aparıcı dövlətidir. Bizim də ideoloji xəttimiz Azərbaycançılıqdır. Dövlətimiz bu istiqamətdə inkişaf edir. Müxtəlif millətlər yaşayır. Amma önəmli olan dövlətin milli və təhlükəsizlik maraqlarıdır, ideoloji xəttinə sədaqəti. Məhz bu əsasda biz inkişaf edirik. Məhz bu əsasda biz hətta deyərdim ki, ərazi bütövlüyümüzü təmin etdik, torpaqlarımızı azad etdik və bu yol məncə uğurludur. Elə Cümhuriyyətə qurulan bizim babalarımız da ideoloji xətt kimi bunu görürdülər ki, Azərbaycan müstəqil dövlət olmalıdır, müstəqil xarici siyasət. Düzdür, müttəfiqlərimiz var, tərəfdaşlarımız var, amma indinin özündə Azərbaycan dövlətinin, dövlət başçısının elan etdiyi xətt nədir? Biz bütün qonşularla normal münasibətlər, əməkdaşlıq, ortaq layihələrin reallaşmasını istəyirik ki, bu da bizim seçdiyimiz ideologiyanın əsas tərkib hissəsidir. Bir insan tək başına ideoloji proseslərə sizcə təsir edə bilər, yoxsa həqiqətən bu dövlət və dövlətlərin içərisində olduğu bir prosesdir? Yəni dövlət və millət elə bir belə deyək də, elə bir məkana gəlib çıxa bilər ki, orada şəxsiyyətlərin rolu mühüm əhəmiyyət kəsb edə bilər. Misallar çəkək. Osmanlı imperiyası dağılır 1-ci Dünya müharibəsinin nəticəsi olaraq. Antanta dövlətləri Osmanlı dövlətinin ərazilərini işğal edirlər və plan qoyurlar ki, Osmanlı dövləti neçə yerə bölünəcək. İçərisində Kürd dövləti olacaq, Yunan dövləti olacaq, Erməni dövləti olacaq. Ölkə dağılır. Osmanlı dağılıb, amma yerində heç bir ideoloji xətt yoxdur, boşluq var. Və bunda baş verir, Böyük Atatürk tərəfdarlarını toplayır, deyir, biz ölkəni xilas etməliyik. Osmanlını xilas edə bilməyəcəyik, yəni bütün o keçmişdə olan amma heç olmazsa Türkiyəni xilas edək və İstiqlal savaşı başlayır. Bu da əslində ideoloji istiqamət. Bir nəfər ideologiyaya müəyyənləşir, türkçülük, dövlətçilik və bu müharibəni aparır və qələbə çalır. Odur budur Türkiyə Cümhuriyyəti bölgədə əsas aparıcı dövlətlərdən birinə. Bir nəfər ölkənin taleyini müəyyənləşdirir. Əslində bu tarixi prosesi biz yaxın keçmişdə də gördük. 90-cı illərdə sanki Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi və Azərbaycançılıq ideologiyasından nümunəni bizə də keçirmək istəyərdim. Azərbaycanın özü Sovetlər Birliyi dağılmaq üzrədir. Yenidən qurma ölkəni fəlakətə aparır. 90-cı ildə artıq SSR-nin ilk və son prezidenti Mixail Gorbaçov qərar verir ki, SSR-ni bu şəkildə saxlamaq, bu ideologiya ilə saxlamaq çətin olacaq. Bir
respublikalarla bir saziş imzalayaq. Gedir tutaq ki 91-ci ildə gedir dincəlməyə və onun ətrafında olan o qatı kommunistlər fikirləşərək ölkə dağıla bilər, çevrilişə üstünlük verirlər. Qarbaçovu hakimiyyətdən uzaqlaşdırırlar. Amma ölkəni xilas edə bilmir. Əksinə ölkə dağılır. Respublikalar müstəqilliyini elan edir. Azərbaycan da həmçinin müstəqilliyini, amma müstəqil elan etmək azdır. Bunu bizim yaxın keçmişimiz də göstərir. Müstəqil elan edənlər isə ölkəni saxlamaq, inkişaf etdirmək lazımdır və o zamanki hakimiyyətlər bunu bacarmırlar. Vətəndaş qarşı durması, torpaqlarımız işğal altında müxtəlif dövlətlərin təxribatları olur və bu anda bəli, Heydər Əliyev Naxçıvanda Ali Məclisə rəhbərliyi edən Bakıya dəvət olunur və ölkə əslində xilas olunur. Bu təhlükələrdən də qurtulur. Bir nəfər ölkəni təhlükədən qurtarır və məsəl üçün 94-cü ili xatırlayıram, çox çətin şəraitdə biz əsrin kontraktını imzaladıq. O zaman da Azərbaycana təzyiq edir. Hətta o kontrakt imzalanarkən Azərbaycanda təxribat etmək istəyən, çevriliş etmək istəyən xarici mərkəzlər olur ki, onların da qarşısı alınır. Halbuki 90-cı ildə onların qarşısı alınmadı. Amma Heydər Əliyev ən az 2 dəfə belə bir təhlükə ilə üzləşir və bu təhlükənin qarşısını alır. Təhlükələrdən qurtuluruq, neft kontraktları imzalanır, neft və qaz çıxarılmağa başlayır və ölkənin gəlirləri də getdikcə artmağa başlayır. Bizim yeganə o zaman problemimiz torpaq itkisidir. Amma ona da Allah'a şükür 2020-2023-cü ildə həll etdik. Amma o dövrü yaşamasaydıq, yəni o təhlükələrdən qurtulmasaydıq, indi məsələn o ideoloji xətti aparmaq da çətin olardı. Ərazi bütövlüyümüzü təmin etmək də çətin olardı. Belə deyək, ümumiyyətlə Heydər Əliyevin irəli sürdüyü Azərbaycançılıq ideologiyası bir növ dövləti parçalanmaqdan xilas etdi və bugünkü etaba gətirib çatdırdı. Bəs sizcə mövcud durumda Azərbaycançılıq ideologiyası hələ də Azərbaycan üçün aktualdırmı və bundan sonraki dövrlərdə də istər dövlətin bütünlüyü, istərsə də gücünün artmasına töhfə verə bilərmi? Bilirsiniz, mən liberal görüşlüyəm, fərqli fikirlərə də hörmətlə yanaşıram. Mən özümü məsəl üçün həm də türk sayıram. Türklər Azərbaycanın çoxsaylı millətdir, amma bizdə başqa millətlər də yaşayır. Yəni onlar da özünü Azərbaycanlı sayır. Ona görə Azərbaycançılıq ideologiyasını mən uğurlu sayıram. Uğurlu sayıram ki, Azərbaycanda yaşayan bütün xalqları birləşdirici bir məfhumdur. Kimsə özünü talış kimi dəyərləndirir, ləzgi, digər mən indi Türkiyəm, Azərbaycanda. Amma bizi birləşdirən ümumi xətt, ümumi ideologiya Azərbaycançılıqdır ki, Azərbaycan bu ideologiyaya sadiq qalsın, heç bir ayrı seçkilik olmasın, bütün millətlər rahat və firavan yaşasın. Ona görə bu ideologiyanın gələcəkdə də davamı Azərbaycan üçün əhəmiyyətli ola bilər. Əslində bir məsələ də var ki, hazırda sosial şəbəkələrin dövrüdür və sosial şəbəkələr dövründə adi bir istifadəçi fərqində olmadan hansısa ideoloji təsirin sizcə daşıyıcısına çevrilə bilərmi? Bu ümumiyyətlə özü bir geniş bir mövzudur, sosial şəbəkələr. Mən çünki 80-ci, 90-cı illərdə mətbuatda çalışanda internet elə təzə-təzə çıxırdı. Bu qədər təsir gücü yox idi. Amma 2000-ci illərdən başlayaraq internetin gücü artdı, sosial şəbəkələr peyda oldu. Tamamilə fərqli bir situasiya yarandı. Sosial şəbəkələrin müsbət tərəfi olduğu kimi təhlükəli və mənfi tərəfləri də var. Bu arada siz özünüz də kifayət qədər aktivsiniz sosial şəbəkələrdə. Bəli, mən nəyə görə aktivəm? Mən sosial şəbəkənin müsbət tərəfindən istifadə etməyə çalışıram ki, fikirlərimi yayıram, ideoloji görüşlərimi yayıram. Dövlətin inkişaf istiqaməti haqqında fikirlərimi yazıram, paylaşıram. Amma mənfi tərəfləri nədir? Çünki biz 10 milyon nəfərik. Amma bu tək Azərbaycana, Azərbaycanlılara aid olan məsələdir. Başqa dövlətlər də bu problemlərlə üzləşirlər böyük ehtimalla. 10 milyon nəfərin hamısı eyni cür düşünə bilməz. Tutaq ki 90%, 80% məntiqi düşünürsə, 20% fərqli də düşünə bilər. 20% təhlükəli istiqamətdə yaza da bilər, şərh verə də bilər. O bizə müəyyən problemlər yaradır. Niyə problem? Məsələn, sosial şəbəkələrdə bizə mənbəyi bəlli olmadan hər hansı bir mərkəz Azərbaycan əleyhinə, Azərbaycançılıq əleyhinə təxribatçı fikir yayırsa, onunla mübarizə aparmaq o qədər də asan deyil. Niyə görə? Çünki birinci müəyyənləşdirmək üçün bu nə mərkəzdir? Bu xaricdən idarə olunur ya. Çünki xaricdən də idarə olunan saytlar, mərkəzlər ola bilər ki, bunlar təhlükə. Ona görə müasir dövrdə kiber təhlükəsi mövzusu da geniş aktuallığını artıb. Azərbaycan da bu istiqamətdə ciddi addımlardır. Misal deyim sizə, parlament səviyyəsində bir monitorinq qrupu var. Hər ay ya da 3 aydan bir monitorinqin nəticələrini açıqlayır və çox dəhşətli bir faktlarla üzləşirik ki, müəyyən dövlətlərdən bizə kiber hücumlar həyata keçir. Kiber hücum da sadə dildə nə deməkdir? Daxil olurlar Facebookda, sosial şəbəkələrdə
Azərbaycan əleyhinə, Azərbaycan müstəqil siyasəti əleyhinə yazılar yayımlanır. Kimlərinsə adından, amma bilinmir də bu mərkəzdir və kimlər. Ona görə əlbəttə sosial şəbəkələrin əhəmiyyəti böyükdür. Dövlət də buna xüsusi əhəmiyyət verməli və burada biz belə deyək də, dövlətin milli və təhlükəsizlik maraqlarını diqqətə alaraq orada fəaliyyətimizi daha da genişləndirməliyik. Məsələn, Azərbaycan dövlətini düşünən, ideologiyasına qulluq edən insanlar sosial şəbəkələrdə daha fəal olmalıdır. Kənarda durmamalı. Çünki sən kənarda durduqca orada boşluq yaranır. O boşluqdan da anti-Azərbaycan ünsürlər istifadə edir. İndi biz ideoloji mübarizədən danışırıq və qeyd etdiyimiz kimi Azərbaycançılıq ideologiyası bütünləşdirici bir ideologiya, yəni hansısa konkret bir etnik qrupa xitab etmir. Azərbaycan ərazisindəki bütün etnik qruplara xitab edir. Amma buna rəğmən sosial şəbəkələrdə biz yenə də bəzi qrup insanların faktiki olaraq digər destruktiv ideologiyalara meyl etdiyini, onların təsirinə düşdüyünü də şahidi oluruq. Hətta xüsusən də yeni nəsil gənclərdə bu tendensiya özünü daha çox göstərir. Yəni bunun səbəbi nədir? Yəni insanların belə bir ideologiya varkən daha fərqli ideologiyalara yönəlməsi, onların təsirinə düşməsinin səbəbini siz nədə görürsünüz? Səbəb bir çox səbəbləri var. Xarici mərkəzlərin destruktiv fəaliyyəti, içəridə olan ünsürlərin destruktiv fəaliyyəti. Əsas odur ki, çoxluq bu məsələlərə məntiqi yanaşsın və imkan verməsin ki, o destruktiv qüvvələr belə deyək də sosial şəbəkələri nəzarətə götürsün. Məsəl üçün xaricdə olan qruplar var ki, məsələn təxribatçı fikirlər yazırlar, görüntülər yayırlar. İndi süni intellekt inkişaf edib, yəni istənilən insan haqqında yalançı məlumatlar, yalançı görüntülər də bu da təhlükədir əslində. Bax buna qarşı mübarizə məncə güclənməlidir. Amma yenə də deyirəm, məsəl üçün biz 10 milyon nəfər isə hamımız eyni cür düşünən, hamı məntiqi düşünənməz. Biz bilməliyik ki, destruktiv fəaliyyətə üstünlük verən ünsürlər də olur. Əsas odur ki, onların sayı artmasın və insanlar onlara çox diqqət yetirməsin. İnsanlar sağlam düşüncəli qruplara, ideoloji xəttlərə üstünlük verir. Bunu təmin edə biliriksə, o ünsürlər böyük təhlükə yaratmaz. Yox, onlarla mübarizə zəifdirsə, boşluqlar çoxdursa, onda dövlətə, millətə də ideoloji xəttdə müəyyən təhlükələr yarana bilər. Elxan müəllim, siz uzun illər həm də media sahəsində çalışmısınız. Əslində elə mövzumuz da bir qədər bununla əlaqəlidir ki, məlumat bolluğu dövründə insanlar həqiqi informasiya ilə manipulyativ məzmunlu informasiyanı necə ayırd edə bilərlər? Sadə insan üçün ayırd etmək həqiqətən çətindir. Siz, mən bu işlərin peşəkarı kimi ayırd edə bilərik. Amma sadə insan üçün çətindir. Elə bizim üzərimizdə də düşən əsas məsuliyyət odur ki, biz sadə insanlara izah edək. Nə məntiqidir, nə qeyri-məntiqidir, nə sağlam, həqiqətə uyğun informasiyadır, nə dezinformasiya. Bizim işimiz məhz bundan ibarət olmalıdır. Biz kənar müşahidəçi qaldıqca əlbəttə destruktiv fəaliyyət daha üstünlük qazana bilər və sadə vətəndaş manipulyasiyalara inana bilər. Məsələn, son faktı götürək. Tutaq ki, CNN World televiziya kanalı Azərbaycan haqqında təxribatçı bir xəbər yayıb. Dünyada bu xəbər kanalına inananların sayı çoxdur. İndi bizim üzərimizə düşən nədir ki, odur ki, bu destruktiv fəaliyyət, təxribatçı bu informasiyanın nə mübarizəni gücləndirir. Tək Azərbaycan daxilində deyil. İnandıraq ki, bu yalançı xəbərdir. Azərbaycan əleyhinə quraşdırmış xəbər. Biz hələ deyirik ki, bu dezinformasiya. Amma CNN World yenə deyirəm, sıradan bir xəbər kanalı deyil. Yəni ona inananların sayı çoxdur. Düzdür, Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı oldu, media təşkilatının bəyanatı oldu. Amma bunu biz içəridə eşidirik. Bizə lazımdır ki, çöldə də həmin o xəbərin dezinformasiya olduğu anlaşılsın. Bizim dostlarımız, tərəfdaşlarımız o xəbərin dezinformasiya olduğunu bəyan edir. Çünki niyə? Çünki bunu biz etməsək, o dezinformasiya inanan xarici mərkəzlər Azərbaycana təzyiqi artıra bilərlər. Yəni çox çətin bir, əslində mürəkkəb bir dövrdür. Yəni bu sosial şəbəkələr, yalançı xəbərlər. Bir var yalançı xəbərlərlə hansısa anti-Azərbaycan qüvvələr məşğul olur. Bir də var ki, məsələn dünyada tanınmış hansısa bir xəbər kanalı Azərbaycan əleyhinə destruktiv bir xəbər yayır. Deməli biz bilməliyik ki, mərkəzlər, anti-Azərbaycan mərkəzləri o qədər də zəif deyil. Çünki həmin o xəbərə istinad etsək, güya 4 anonim mənbədən almışdı o xəbəri. Təsəvvür edin, 4 anonim mənbə anti-Azərbaycan xəbəri yayıblar ki, Azərbaycanın problemlərini artırsınlar. Yəni burada bir istiqamət var ki, sən Azərbaycanda və kənarda hansı anti-Azərbaycan qüvvələrlə mübarizə edir. Bir də var ki, yəni daha güclü mərkəzlər qarşısındadır. Yəni və o mərkəzlərdən müxtəlif
xarici qüvvələr də istifadə etməyə çalışır. Ona görə bu məsələlərdə bəli, ciddi mübarizəyə biz hazır olmalıyıq və Azərbaycan əleyhinə bu xəbərlərin miqyası da getdikcə Bəs arta bilər. xarici informasiya təsirlərinə qarşı cəmiyyətin immunitetini gücləndirmək üçün fərdlər hansı bacarıqlara sahib olmalıdır və nələr etməlidirlər ki, bu təsirlərdən qoruna bilsinlər? Təsirlərdən qorunmaq üçün də ölkədə biraz peşəkarlıq artmalıdır. Yəni bizim mediada çalışan jurnalistlərimiz var, qeyri-hökumət təşkilatlarımız var. Yəni bunlar maraqlı layihələrlə çıxış etməlidir. Jurnalistlərin maraqlı məqalələri dünya mətbuatına çıxış imkanları əldə etməli. Yəni yalnız özümüz deyib özümüz eşitməməliyik. Bizim həm mətbuatımız, həm saytlarımız, həm qeyri-hökumət təşkilatları biraz xarici bazara çıxmaq imkanlarını araşdırmalıyıq. Xarici tərəfdaşlarla ortaq layihələr reallaşdırmalıyıq ki, bu manipulyasiyalarla mübarizə apara bilək. Aydındır. Ümumiyyətlə gənclər bir qədər öncə də qeyd etdik, bu ideoloji təsirlərə daha çox düşürlər. Bu baxımdan ailə, təhsil və dövlətin üzərində hansı məsuliyyətlər düşür? Nələr edilə bilər ki, gəncləri bu sahədə qoruyaq? Bəli, yəni indi hər bir gəncin əlində telefon var. Yəni xüsusi qəzet almağa da ehtiyac yoxdur. Telefonu aldın əlinə, yüzlərlə, minlərlə xəbər oxuya bilərsən və bu əgər gənc belə deyək də bu peşəkar hazırlığı yoxdursa, o sizin dediyiniz manipulyasyon xəbərlərə də inana bilər. Ona görə ailə tərbiyəsi də vacibdir, dövlətin nəzarəti də vacibdir, məktəblərdə peşəkarlığın, müəllimlərin peşəkarlığının artırılması da vacibdir. Yəni bütün bunlar kompleks baxılmalı. Ailə tərbiyəsi, dövlətin nəzarəti və dövlətin gənclərə dəstəyi, peşəkarlığın artması. Bütün bunlar bir yerdə olanda, bəli, manipulativ informasiyanın geniş yayılması və inandırıcı qabiliyyətin artması problem olur. Yox, bu ailə tərbiyəsində bir boşluqlar varsa, dövlətin nəzarət sistemi zəifsə, məktəblərdə boşluqlar varsa, əlbəttə indiki bu informasiya axını ilə, manipulativ informasiya axını ilə mübarizə aparmaq asan da olmayacaq. Bəs milli maraqları müdafiə etmək ilə radikal düşüncəyə qapılmaq arasında sərhəd harda olur? Bəzi insanlar baxırsan ki, müdafiə etməyə çalışırlar, amma orada belə sanki sərhəd aşılır və məqsəd tamamilə dəyişməyə doğru gedir. Bilirsiniz, indi dünyada müxtəlif cərəyanlar var. Məsələn, hətta güclü dövlətlərdə biz mitinq, küçə yürüşlərinin şahidi oluruq, polislə toqquşmaların şahidi oluruq. Amma dövlətin özəyi güclüdürsə, bunları aşa bilir. Ona görə bəzən belə bir sual da çıxır ki, birinci nə olmalıdır? Liberal dəyərlər yoxsa milli və təhlükəsizlik maraqları? Məsələn, biz çox belə gərgin bir bölgədə yerləşirik. Qonşularımız da bəllidir. Müəyyən təhlükələrlə də üz-üzəyik. Bizim üçün, məsəl üçün, milli və təhlükəsizlik maraqları ön plandadır ki, dövlətin maraqları, təhlükəsizliyi ön planda olmalıdır ki, biz 90-cı illərdə o yaşadığımız təhlükələri yaşamayaq. Amma yenə də deyirəm, fərqli fikri düşünən insanlar da var. Onlar bəli, o sərhədlər şəffafdır. Yəni normal məntiqi yanaşanlarla radikalların təsiri altına düşə biləcək elementlər də ola bilər və onlar xarici mərkəzlərdən də idarə oluna bilər. O halda dövlətə və millətə ciddi təhlükələr yaradır. Ona görə dövlətçilik, ideoloji xəttin gücləndirilməsi Azərbaycan kimi dövlətlər üçün əsas. İndi yəni biz bu problemlərlə üzləşirik və həll etməyə də dövlət olaraq çalışırıq. Ən böyük problemimizi də Allah'a şükür həll etmişik. Ərazi bütövlüyümüzü təmin etmişik. Çünki illər uzunu torpaq itkisi üzərindən də bizə təzyiqlər var idi. Hansısa dövlətlərin, mərkəzlərin, separatizmdən istifadə edərək bizə təzyiq edir, bizə qarşı təxribatçı xəbərlər yayılır. Onlar indi də var. Amma indi Allah'a şükür torpaqlarımızı azad etdiyimizə görə onların təsir gücü elə də böyükdür. Üstəgəl İndi bölgədə də çox belə də müsbət proseslər gedir. Azərbaycanla Ermənistan arasında sülh quruculuğu inkişaf edir. Ermənistanda da son parlament seçkilərində ermənilərin əksər hissəsi sülhə, tərəfdaşlığa, əməkdaşlığa üstünlük verdiklərini göstərirlər və prezident İlham Əliyevin bir neçə il öncə Tiflisdə söylədiyi bir ideya var idi, Cənubi Qafqaz evi. Və əgər bu proseslər müsbət irəliləyərsə, biz Avropa İttifaqına bənzər Cənubi Qafqazda həqiqətən öz evimizi qura bilərik. Bax, Cənubi Qafqaz evi qurulsa, sülh sabitliyi olsa, hər bir üzv ölkədə sabitlik digər ölkənin də maraqlarına xidmət edəcək. Bizə biraz qəribə gələ bilər ki, Ermənistan uzun illər bizə qarşı təxribatçı siyasət yürüdüb, separatizmə dəstək. Amma elə bir Azərbaycanın uğurlu siyasəti nəticəsində biz Ermənistanı da ram edə bildik. Amma iki ölkə arasında həm də kəskin bir ideoloji fərq də var. Yəni bu ideoloji
ideoloji fərq qeyd etdiyiniz birlik və yaxud da ki, Cənubi Qafqazda sülh şəraitinə mane olmaz? Mən hesab edirəm ki, son parlament seçkiləri göstərdi ki, ən azı 3 ermənidən ikisi Azərbaycanla düşmənçiliyə, Türkiyə ilə düşmənçiliyə son qoymağın tərəfdarıdır və anlayır ki, iki böyük qonşu ilə düşmənçilik Ermənistan və erməniləri uçurma var. Amma 3 ermənidən biri də fərqli də düşünən. Əgər radikal müxalifətə səs verənlər də olubsa, onlar o deməkdir ki, anti-Azərbaycan, anti-Türkiyə mövqeyindən çıxır. Amma burada nə olacaq? Əgər indi yeni hökumət o 5 il içərisində və konstitusiyada dəyişərsə, sülh sazişi imzalanarsa, Tramp yolu işə düşərsə, Ermənistan kimi bir dövlətin Azərbaycan və Türkiyədən asılılığı artacaq. Bu da Azərbaycan və Türkiyənin ideoloji xəttinin Ermənistana güclənməsinə səbəb olacaq. Və ermənilər də deməli sülhə sabitliyə üstünlük verən ermənilərin sayı da getdikcə artacaq. Bunun özü artıq Azərbaycan siyasətinin uğurunun təcəssümü olacaq. Bir paylaşım, bir şərh, bir video cəmiyyətin ideoloji istiqamətinə təsir edə bilərmi? Bunu istər belə qeyd etdiyimiz bu dövlətlər arası münasibətlərdə, istərsə dövlətin öz daxili məsələlərində şamil edə bilərik. Yəni bu tipli məsələlər təsir göstərir sizcə? Ola bilər, yəni belə təhlükələr indinin özündə də biz müşahidə edirik. Məsəl üçün bir hansısa xaricdə oturan bir bloger bir dezinformasiya yaya bilər. Da 100 minlər onu like edə bilər, inana bilər. Əgər o vaxtında o dezinformasiya təkzib olunmasa, onu təkzib edən tutarlı faktlar ortaya qoyulmasa, o növbəti dəfə başqa dezinformasiya yaradacaq və belə adamların sayı da çox ola bilər. İndi də var xaricdə. Yəni sən ortaya tutarlı faktlar qoymalısan. Onun yaydığın dezinformasiya olduğunu göstərməlisən. Azərbaycanı idarə etmə, ədalət tərəfini göstərməlisən ki, o uğur qazana bilməz. Bir şərhi ilə siz demiş, burada təfriqə yarada bilməzsən. Bu mübarizə məhz bu şəkildə olmalıdır. Amma sanki fərdlər bir qədər sosial şəbəkələrdə bu məsələyə pasiv də yanaşırlar. Yəni mənim yazdığım şərhdən və ya da like-ımdan nə ola bilər düşüncəsindədirlər. Yəni belə deyək, bu insanların, yəni bu passivlik ideoloji mübarizədə hansı problemlərin yaranmasına gətirib çıxarar? Bəli, belə bir problem də var. Passiv olanda o qarşı tərəf ki, məsələn dezinformasiya yayar, ona inananların sayı da çox ola bilər. O səni üstələyə də bilər. Ona görə bəziləri niyə şərh yazmır, elələrlə mübarizə aparır. Biraz ola bilsin peşəkar səviyyələr üstün deyil, hazırlıqlı deyirlər. İkincisi biraz qorxu da ola bilər. Ki mən bundan ta ki mübahisəyə girişərəm, onun yanlış olduğunu söylərəm, onu dəstəklədən kütlə mənim üstümə gələ bilər. Belə bir qorxu hissi də var. Elxan müəllim, mədəniyyət, dil və tarix, şuurun qorunması ideoloji təhlükəsizliyin əsas elementlərindən hesab oluna bilər? Bəli, hesab oluna bilər. Çünki ideoloji istiqamət tək bu Azərbaycan nümunəsində Azərbaycançılıq deyil. Biz tariximizi yaxşı öyrənməli, bilməli və gənclər arasında populyarlaşdırmalıyıq. Yaxın və orta keçmiş qədim tariximizi, mədəniyyətimizi inkişaf etdirməliyik, musiqimizi inkişaf etdirməliyik. Məsələn, siz bir qədər öncə sual verdiniz ki, gənclər niyə bəzən radikal elementlərə üstünlük verirlər, o dezinformasiya istiqamətinə üstünlük verirlər. Ya o gənclər arasında bu iş gücləndirilməlidir. Onların Azərbaycan tarixinə marağı artırılmalıdır. Mədəni tədbirlərimizin sayı artırılmalıdır. Düzdür, Azərbaycanda xeyli qeyri-hökumət təşkilatları var. Bu istiqamətdə müəyyən layihələr də icra edilir, amma mən düşünürəm ki, bu azdır. Yəni yeni o ingilis sözündən biz çox istifadə edirik. Kreativ, əslində mən o sözün o qədər də tərəfdarıyam. Bizim gözəl fikrimiz var, yaradıcı. Yaradıcı ideyalar ortaya qoyulmalıdır ki, o gənclər məhz Azərbaycan tarixinə, mədəniyyətinə maraqları artsın, diskussiya klubları olsun. Universitetlərdə, yəni xatırlayırsansa biz özümüz Qərb Universitetində mən dərs deyəndə sən də o üzv idin, tətbiqi politologiya mərkəzini yaratdıq. Niyə yaratdıq o mərkəzi? Fəal tələbələri cəlb etmək üçün, fəal tələbələr bir yerə yığışaq, ideyalar irəli sürürək, ideyalar irəli sürürdük, müzakirələr aparırdıq. Siz o zamandan başladınız məqalələr yazmağa, məqalələrin saytlarda yayınlandı, peşəkarlığınız artdı, qonaqlarla görüşüldü, tanınmış millət vəkilləri, sabiq nazirlər gəlirdi. Bu özü məsələyə biraz yaradıcı yanaşma idi ki, biz öz səviyyəmizdə kiçik bir məhdud imkanlar daxilində bu işi görürdük. Amma həqiqətən bu gün
məsələlərdən biri də odur ki, gənclər xarici trendlərə daha çox üz tutmağa başlayırlar. Bax bu xarici trendlərə maraq ilə milli kimliyin qorunması arasında balans necə Bəli, qorunmalıdır? o balansı biz tapmalıyıq. Yəni milli kimliyə üstünlük verməklə yəni xarici ölkələrdə bizim maraqlara uyuşan, üst-üstə düşən məqamları tutmalı və o istiqamətdə ideoloji xətti gücləndirməlidir. Çünki demək olmaz ki, belə də xaricdən Azərbaycana gələn informasiya axını ancaq mənfi istiqamətdədir. Var mənfi tərəfləri də var, amma biz müsbət yönləri tapıb milli kimliklə uyuşan hissələrini inkişaf etdirməyə çalışmalıyıq. Ona görə deyirəm ki, yəni bizim jurnalistlər, qeyri-hökumət təşkilatları xaricdəki həmkarlarla belə təmasları genişləndirməli. Məsələn, 90-cı illərdə bu proses var idi, biraz sonra səngidi. Ortaq layihələr, konfranslar, seminarlar, görüşlər, fikir mübadiləsi olmalı. Yəni Azərbaycan gəncləri xaricdə yaşayan həmyaşıdlarla fikir mübadiləsi aparmalı. İndi sosial şəbəkələr üzərində nəsə ola bilər, tutaq ki, bizim xarici dilli gənclərimiz var. Amma xarici ölkələrdə Bakıya dəvət olunmalı. Məsəl üçün, torpaqlarımız azad olunandan sonra biz nə etdik? Biz deyəndə dövləti nəzərdə tuturam. Tanınmış xarici blogerlər Qarabağa dəvət olundu. Azad olunmuş torpaqlara baxdılar. Saytlarda məqalələr yayınlandı. İkinci istiqamət nə idi? Xarici ölkə diplomatları indinin özü mütəmadi səfərlər təşkil olundu. Məsələn, bir ara xatırla bəzi diplomatlar Xankəndinə getmək istəmirdilər, Şuşaya getmək istəmirdilər. Ki burada ermənilər yaşayıb indi yaşayır. Amma indi çox rahatlıqla Xankənddən böyük konfrans və seminarlar keçirir. Xarici ölkə, hətta qərb ölkənin diplomatları da gedir Xankəndinə, Şuşaya. Biz öz mədəniyyətimizlə tanış edirik. Xarici ölkələrdən dediyim kimi blogerlər, məşhur jurnalistlərə dəvət edirik. Şuşada prezidentin iştirakı ilə böyük toplantılar, Şuşada dövlət başçısı həmin o xarici jurnalistlərin çoxsaylı suallarına cavab verdi. Yəni əgər əvvəl ancaq paytaxt Bakıda bu tədbirlər keçirilirsə, indi azad olunmuş ərazilərdə də bu tədbirlər keçirilir. Və bunun özü də məncə doğru istiqamətlərdən biridir. Elxan müəllim, sizin fikrinizcə gələcəkdə ideoloji mübarizənin əsas meydanı sosial media olacaq, yoxsa ənənəvi institutlar yenidən ön plana çıxacaq? Yox, məncə ənənəvi institutlar əlbəttə o proses davam edir, amma sosial şəbəkələr əsas istiqamətdir. İndi baxın, yeni texnologiyalar kəşf olunur, süni intellekt. Süni intellekt elədir ki, yəni burada həqiqətə uyğun xəbərlər də yer alır, inkişaf da var, amma orada çox böyük dezinformasiyalar da var. Bir insan haqqında sən dezinformasiya, yəni yaxşı montajı bacarırsansa və qara düşüncəlisənsə, dezinformasiya yayırsan və bir çox insan buna inanır. Yəni üstünlük orada olacaq. Ona görə biz süni intellekt istiqamətində, yeni texnologiya bu istiqamətdə bəli, bu inkişafa biz diqqət yetirməliyik. Mən demirəm ki, biz indi Amerika və Çinlə ayaqlaşa bilərik. Onlar çox irəlidədir. Amma geri qalmaq da olmaz. İndi məsələn kiber təhlükəsizlik bizdə mərkəzlər yaradılıb, müəyyən bizə tərəfdaş olan dövlətlərin köməyi ilə ki, Azərbaycana qarşı dezinformasiya axının qarşısını necə alaq? Amma bu süni intellekt məsələsində də məncə diqqət ayırmaq ki, burada həm dezinformasiya yayanlarla necə mübarizə aparır, həm də biz bu sahədə öz imkanlarımızı necə artıra bilərik. Ona görə əsas o sahədə məncə mübarizə gedəcək. Elxan müəllim, bəs süni intellektlərin indiki məqamda ideoloji mübarizədəki təsiri sizə nə qədər çoxdur və yaxud da təsiri varmı? Təsiri getdikcə artır. Bu tək Azərbaycana özə aid deyil. Belə ona görə böyük dövlətlər bu sahəyə diqqət ayırırlarkən milli təhlükəsizliyində problemlərlə üzləşmir. Bu adi bir fakt deyim də. Yüksək texnologiyaların inkişafı, süni intellekt həm də inkişafı nadir torpaq elementləri ilə bağlıdır. Bəli. Dünyada ən çox nadir torpaq elementləri Çinin ərazisindədir. Çin bir neçə ay öncə bir qərar verdi ki, nadir torpaq elementləri ixracını məhdudlaşdırır. Niyə bu qərarı verdi? Ki, yüksək texnologiya inkişafında, süni intellekt inkişafında rəqiblərdən geri qalmasın. Niyə rəqiblərə daha çox şərait yaratmalıdır? Və belə bir məqamda onun əsas rəqibi Amerika Birləşmiş Ştatları hansı dövlətlə müqavilə imzalayır? Orada bir bənd olur ki, nadir torpaq elementlərinə bağlı birgə layihələr həyata keçirir. Hətta kasıb Ermənistanla bağlı imzaladığı son sazişdə də bu bənd var. Azərbaycanda da bildiyiniz kimi aşkar olundu. Şərqi Zəngəzurda bizim alimlər aşkar ediblər ki, orada nadir torpaq elementləri var. Yəni hamı artıq bu istiqamətdə də üstün, məsələn 10 il qabaq belə bir mövzu yox idi, nadir torpaq elementi. Niyə yox idi? Çünki
yüksək texnologiyalar yox idi, süni intellekt yox idi, çiplər o qədər geniş vüsət almamışdı. İndi bütün bunlar nadir torpaq elementlərinə bağlı. Azərbaycanda da alimlər bu nadir torpaq elementləri Şərqi Zəngəzurda aşkar ediblər. Biz də bu sahəyə diqqəti ayırmaq məcburiyyəti. Ola bilsin indiki məqamda çox böyük təsirləri yoxdur, amma gələcək məhz bu istiqamətlərində. Robotlar görürsünüz sahə getdikcə çox olur. Məsələn, Çin dövləti 20 il qabaq Çin dövləti yüksək texnologiyalarda Yaponiyadan çox geri qalardı. Adi bir misal deyim də, 20 il qabaq kimsə Çin maşını alardı. Hamımız nəyə üstünlük verirdik? Yapon və Alman texnologiyalarına, Yapon və Alman istehsalı maşınlara üstünlük. Amma indi baxın, Bakının küçələrində belə əsas maşınlar Çinə məxsusdur. Hamı Çinin elektriklə işləyən maşınını almaz. Yəni Çin 20 ildə sıçrayış əldə etdi. İqtisadiyyatını qoyuram bir kənara, iqtisadiyyatı sürətlə inkişaf edir. Yəni yüksək texnologiyalardır. Süni intellektin inkişafı. İndi Yaponiyanın və Avropanın da qabaqlıdır. Ona görə biz bu sahədə belə dedim, həmin o böyük dövlətlə əməkdaşlığı genişləndirmək. Allah'a şükür Çinlə də tərəfdaşlıq münasibətlərimiz var. Amerika ilə də strateji tərəfdaşlıq. Bu sahədə onların təcrübəsindən məncə yararlanmalıyıq. Bu prosesdə biz çox da geri qalmayaq. Bəs sizcə süni intellekt mövcud durumda Azərbaycançılıq ideyasına, ideologiyasına hansısa bir təhdidi varmı? Təhdid yenə də təhdid əsasən dezinformasiyalarla bağlıdır. Biz elə etməliyik ki, süni intellekt bizim inkişafımıza xidmət etsin. Azərbaycançılıq ideologiyasının inkişafına xidmət etsin. Milli və təhlükəsizlik maraqlarımıza xidmət. Bu istiqamətləri məncə inkişaf etdirməkdə məncə fayda var. O dezinformasiyalar onsuz olacaq. Daxildən də olacaq dezinformasiya. Əsas odur ki, o miqyası artmasın. Məsələn 80% məntiqi düşünsə, o 20% ki, dezinformasiya inanır, təxribatçı xəbərlər yayır. Onları inandırmaq ki, bu yanlış yoldur. Yox, əgər onların nisbəti artsa, onda əlbəttə ki, ölkə və millət üçün müəyyən təhlükələr yarana bilər. Bəs milli kimlik və dəyərləri qorumaq üçün vətəndaşın gündəlik həyatda ata biləcəyi ən sadə addımlar hansılardır? Sadə vətəndaş, yəni indi əsas sosial problemləri ilə məşğuldur ki, ailəsini dolandırsın, normal maaş alsın. Mən deyərdim ki, sadə vətəndaş belə deyir, dünyada və bölgədə baş verən hadisələrlə də diqqətlə izləyir. Məsəl üçün adi biz küçədə gedəndə, yəqin sizdən də məndən də soruşurlar ki, bu işlərin axırı nə olacaq? Ən çox verilən suallardan biridir. Amerika-İran müharibəsi nə olacaq? Ermənistanda seçkilərin nəticələrini Cənubi Qafqazda proseslər necə inkişaf edir? Bu o deməkdir ki, sadə vətəndaş da ölkədə, dünyada və bölgədə baş verən hadisələrlə maraqlanır. Maraqlanırsa, deməli milli kimlik məsələsinə də onu istiqamətləndirmək olar. Televiziyaların üzərinə də mühüm vəzifələr düşür, saytların üzərinə də mühüm vəzifələr düşür ki, tariximizin, mədəniyyətimizin yayılmasında önəmli rol oynasın. İndi bəzi kanallarda tarixi filmlər mən görürəm, artıq süni zəkadan istifadə edir. Bu da bir uğurlu cəhətlərdən biridir. Çünki məsələn tarixi film çəkmək üçün böyük büdcə lazımdır. Amma sən süni intellektdən istifadə edirsənsə, çox ucuz, amma daha maraqlı bir film çəkə bilərsən. Və tarixi şəxsiyyətlərin haqqında. Yəni onun üçün böyük büdcələr də var. Bu artıq o sənin söylədiyin sadə vətəndaşa müasir imkanlarımızı gücləndirəcək. Bəs müasir dövrdə, yəni hazırki proseslərə baxdıqda, dünyada gedən mübarizələr, müharibələrin sanki ideolojik mübarizələrə keçdiyi artıq görünür. Bu bir qədər də 20-ci əsrin əvvəllərini xatırladır hazırki dönəmlər. İdeoloji kəskin mübarizələr də var, fərqli müharibələr də var. Məsələn, bizim bölgəmizdəki müharibənin ideologiya tərəfi də var. Tutaq ki, Amerika ilə İran arasında ideoloji fərq böyükdür. İranda da teokratik rejimdir, insanların azadlıqları məhdudlaşır. Düzdür, Amerikanın əsas mübarizə hədəfi ki, İran uranı zənginləşdirməsin, qonşu dövlətlərdə təxribatçı qrupları maliyyələşdirməsin, silahlan. Amma burada ideoloji fərq də var ki, İran ideologiyası bir yolu seçib, Amerikanın xətti fərqlidir və yaxud İsrailin yolu fərqlidir.
Rusiya-Ukrayna müharibəsində də ideoloji fərqlər özünü göstərir. Məsəl üçün Rusiya düşünür ki, Ukrayna böyük Rusiyanın tərkib hissəsi olmalıdır, keçmiş imperiyanın tərkib hissəsi. Sən söylədiyin kimi 20-ci əsrin müharibələrinə bənzəyir. Ukrayna düşünür ki, xeyr, yəni Ukrayna Avropanın tərkib hissəsi olmalıdır, özünün müstəqil xarici siyasəti olmalıdır. Və burada ideoloji fərqlər özünü göstərir. Yəni Ukrayna adi dildə deyək, Ukraynalı Rusiyalı kimi düşünmək istəmir. Bu baxımdan bəli, müharibələrdə ideoloji fərq özünü göstərir. Bəs bizim ideologiya, yəni dövlət ideologiyamız xarici təhdidlərə qarşı bizi qorumaq üçün kifayət edirmi? Əsas sütun odur, Azərbaycançılıq ideologiyası ki, Azərbaycanda yaşayan bütün millətlərin hüquqları bərabərdir. Bu birinci istiqamət. İkinci istiqamət, biz heç bir qonşu dövlətlə münaqişə istəmirik. Yaxın qonşuluq əlaqələri. Bir şərtlə ki, bir-birimizin daxili işlərimizə qarışmıyor. Gəlin ortaq layihələr yalaşaq. Düzdür. Bizim bu istəyimizə baxmayaraq biz hansısa qonşu dövlətlərin bəzən təxribatlarla üzləşirik. Amma biz o siyasətimizdən də vaz keçmirik. Hətta Ermənistan ki, illər uzun bizim torpaqlarımız işğal altında, biz əlimizi uzadırıq. Yanacaq göndəririk. Müxtəlif dövlətlərin kənd təsərrüfatı məhsulları taxılı Azərbaycan üzərinə Ermənistana çatdırılır. Hələ heç sülh sazişi imzalanmadı. Biz əlimizi uzadırıq. Nəyə görə uzadırıq? Ki biz qonşu dövlətlərlə normal münasibətlər quraq. Təxribatdan üzləşmir. Yox, təxribatlar edəcəklərsə, əlbəttə bunun da cavabını alacaqlar. Biz də tək deyilik. Müttəfiqlərimiz var və o müttəfiqlər də Azərbaycan dövlətinin güclü olmasını istəyir. Azərbaycana qarşı hər hansı həmləni özlərinə qarşı həmlə kimi qiymətləndirirlər. Biz indi ideoloji mübarizədən və buradakı fərdi roldan da bəhs etdik. Xaricdə də kifayət qədər çox azərbaycanlı yaşayır. Sizcə bu məsələdə onların aktivliyi nə dərəcədədir? Yəni qane edirmi, yoxsa passivliklə mi seçilirlər? Mənim məsəl şəxsən qane etmir və diaspora komitəsi işini biraz gücləndirməlidir. Diaspora komitəsinin işi yalnız xarici ölkələrə səfərlərlə kifayətlənməməlidir. Müxtəlif dövlətlərdə yaşayan azərbaycanlıların əlaqələr genişlənməlidir. Hətta o insanlarla təmas qurulmalıdır ki, onlar dezinformasiya yayır. O adamlarla da görüşmək olar ki, niyə bunu edirsiniz? Bu axı ölkəmizə, millətimizə zərər verir. Qoy o da öz məntiqini izah etsin ki, səbəbi niyə belə dezinformasiya edir. Yəni əlbəttə dost və müttəfiqlə iş o həmişə davam etməli. Amma sənə rəqib gözü ilə baxan, sənə qarşı təxribat etmək istəyən qüvvələrlə də sən təmas qurmalısan. Bu məhz xaricdə yaşayan bir qrup azərbaycanlılara da aiddir. Ona görə mən hesab edirəm ki, həm Xarici İşlər Nazirliyi, həm diaspora komitəsi fəaliyyətini genişləndirir. Bir misal deyim də sizə. Məsələn, Emmanuel Macron Fransa prezidenti seçilənə qədər Azərbaycanın Fransa ilə normal münasibətləri var. Fransanın keçmiş prezidentləri İrevana gedəndə Bakıya da gəlirdilər. Bakıya da gəldi. Azərbaycan mədəniyyət günləri keçirilirdi Parisdə və Azərbaycan prezidentləri iş xarici səfərlərindən birini Parisə edirdi. Amma Macron seçildi, hər şeyin üstünə xətt çəkdi. Amma bu o demək deyil ki, biz Fransa ilə münasibətə imtina etməliyik. Axı keçmişdə yaxşı əlaqələrimiz var. Biz Fransa cəmiyyətində işləməliyik. Diasporanın üzərinə də mühüm vəzifələr düşür ki, yəni bu Fransa rəsmi qurumları, rəsmi dairələr anladılsın ki, bölgənin açar dövləti Azərbaycandır. Siz Azərbaycanla pis münasibətlər qurmaqla Cənubi Qafqazda yalnız Ermənistan üzərindən möhkəmlənə bilməyəcəksiniz. Burada artıq xarici dövlətlərdə, Avropada yaşayan azərbaycanlıların üzərinə iş düşür. Xarici ölkələrdəki səfirliklərimizin üzərinə iş düşür ki, həmin o səfirliklərdəki diplomatlarımız həmin ölkənin ictimai rəyi ilə işləməlidir, mediasına sıx əlaqələr qurmalıdır, Azərbaycan lehinə məqalələrin yayılmasına nail olmalıdır. Bu istiqamətdə mən düşünürəm ki, fəaliyyətimizin genişləndirilməsinə ehtiyac var. Sonuncu sualım ondan ibarət ki, əgər bir gənc sizdən mən ölkəm və cəmiyyətim üçün ideoloji baxımdan nə edə bilərəm deyə soruşsa, ona hansı məsləhətlər verə bilərsiniz? Ona məsləhət verərəm ki, mədəniyyətimizlə, tariximizlə geniş maraqlansın, kitablar alsın, oxusun. Düzdür, son zamanlar gənclərin kitablara da marağı artıb. Bunun da obyektiv səbəbi var. Çünki hər bir gəncin əlində telefon varsa, kitaba ehtiyacı var. Halbuki kitablara həmin o telefonlardan da deməli baxmaq, müşahidə etmək, oxumaq olar. Amma hesab edirəm ki, mədəniyyətimiz, tariximiz, keçmişimiz, indiki durumumuz, yəni bu istiqamətdə fəaliyyətini biraz artırmalıdır. Bir də onu gəncləri müzakirəyə cəlb etmək lazımdır. Yəni passiv gəncləri də müzakirəyə cəlb etmək. Ona görə bu məktəblərin, ali təhsil ocaqlarının, qeyri-hökumət təşkilatlarının üzərinə mühüm vəzifələr düşür. Bəs xaricdə yaşayan, daha çox xaricdə təhsil alan
Azərbaycanlı tələbələrlə bağlı nə deyə bilərsiniz? Onlar da unudulmamalıdır. Onlara da həm bizim xarici ölkələrdəki səfirliklərimiz, həm də diaspora komitəsi onlarla da fəal təmaslar qurmalı. Yəni məsəl üçün biz bəzən mətbuatdan da oxuyuruq ki, hansısa bir gəncimiz məsələn xarici ölkə uğur qazanıb. Bəli. Onu elə bir universitet var ki, orada təhsil haqqı 200-300 min dollardır, amma pulsuz ona imkan yaradılıb. Deməli o gəncin perspektivi var. Belə gənclərlə fəal işlənməli, təmas qurulmalı. Belə etməli ki, təhsilini bitirənlər öz vətəninə qayıdıb öz aldığı təhsillə Azərbaycanlılara xeyir versin, ölkəmizə dəyər versin. Yox, əgər qalıb ölkədə işləyəcəksə, onda ölkəsinə təmasları qırılmasın. O özü də təşəbbüs göstərə bilər, gəlib gedə bilər, nə bilim. Amma səfirlik və diaspora komitəsi də elə gənclərin belə bir siyahısında tutmalı, onların əlaqəni itirməməlidir. Ki, onlarla təmas qurur, onlar xaricdə keçirilən tədbirlərə cəlb eləsin. Məsələn, səfirliyimiz il ərzində ən azı 2-3 tədbirlər keçir. Azərbaycanın müstəqilliyi günü ilə bağlı, ordu günü ilə bağlı. Ora düz xarici ölkə rəsmiləri də dəvət olunmaq. Bizim o xaricdə oxuyan fəal tələbələri də bu prosesə cəlb etməkdə mən düşünürəm ki, fayda var. Yəni ümumiləşsək, dövlət və fərdlər ideoloji mübarizədə ortaq hərəkət etməlidirlər. Ortaq hərəkət etməli. Hər birinin üzərinə mühüm məsuliyyət və vəzifələr düşür, amma daha çox dövlətin üzərinə vəzifə düşür. Dövləti idarə edənlərin üzərinə vəzifə düşür ki, dövlət doğru istiqamətdə inkişaf etsin və fərdlərə hər zaman diqqət ayırsın. Fərqi yoxdur, o fərd Azərbaycanda yaşayır və ya xarici ölkədə yaşayır. Hər bir azərbaycanlı Azərbaycan öz vətəni sayırsa, Azərbaycanın inkişafını arzulayırsa, onunla təmas qurulmalı, onun inkişafı üçün müəyyən şərait də yaradılmalı. Çünki bütün hallarda fərdin inkişafı dövlətin inkişafı deməkdir. Elxan müəllim, çox sağ olun, dəvətimizi qəbul edib qatıldığınız üçün və fikirlərinizi bölüşdüyünüz üçün. Mən bu dəvətə görə təşəkkür edirəm. Sağ olun. Qeyd edək ki, bu veriliş Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qlobal Media və Siyasət Araşdırmaları Mərkəzinin rəqəmsal məkanda milli kimlik, təxribatlara qarşı mübarizə layihəsi çərçivəsində hazırlanıb.